Yayımın xüsusi sponsorları Qardaşlar Mebel, QX Məişət Texnikası, sponsorlar Melanqaz İstilik Sistemləri, Permalit Boyaları, Oxu Tədris Mərkəzi. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövü, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, küçələr, yolları qoşdu, kənd havası təmiz insanlara xoşdu. Balam kənd havası sizi hörmətlə salamlar. Amma sağ bir söz deyim ana, toy əla keçdi ha, əla keçdi. Əla keçərsən ha, dədəndən çox Azad müəllimlə oynamısan. Dədəmlə oynamamsan deyəndə ki, dədəmlə oynayanda üzün söylədən, mən nə var? Kaç tür Azad müəllim, ana mənim qabağına nə vardım? Hufqa verdim, hufqa. Dədəm işte ki, xətrinə dəyər, yaxşı eləmişsin. Yox, Xahiş eləmək istəyirəm Azad müəllimdən. Bax, xahiş edirəm. Gedəyin bizə. Çox xahiş edirəm. Yox. Yox, gedəyin də. Yox, bilirsinizmi Qasım bəy? Vaxt gecdir artıq. Bilirsiniz, toy bu qədər uzanacaqsa, mən bilsəydim, yəni uzanacaq, mən sürücümə deyərdim, vaxtında şəhərə gedərdim, mənim işim var, mən üzrlə hesab edeyim. Ay yox ya, Azad müəllim, ayıb olar, bura qədər gələsiz, qonağımız olmayasınız, həm də gecdir. Qalarsız, səhər gedərsiniz də. Azad müəllim, inandırım sizi ki, yerimiz də belə ürəyiniz istəyən də. Lap yerimiz olmaz, mənlə qucaqlaşıb yatarsınız. Ehtiyac yoxdur, yenə də deyirəm, vaxt gecdir, yəni artıq yatmaq vaxtıdır və əslində mən bura gələndə şəhərdə bir çox işimi elə yarımçıq qoyub gəldim və əslində düşüncəmdə, planımda belə bir qalmaq kimi bir nüans yox idi, bəli. Yoxun üzü qara olsun Azad müəllim, yoxdur da. İndi mənə bax, nə vaxtsa yəqin sizin qismətiniz olardı, o yoxdur dedik. Promo gedirik bizə, xahiş edirəm. Bilirəm ki, İçkilisiz, ona görə bu cür səhvlərə yol verirsiniz. Nədir? Promoy yox, birbaşa desəz daha yaxşı olardı. İndi promoy sözü işlənir də, Azad müəllim. Promoy dilimizin sözüdür də bu da. İçən də öyle, Azad müəllim, xahiş edirəm sizdən, gedəyim bizə, şəxsən öz əllərimlə sizə samvar qaratmaq istəyirəm. Bir gəliniz kimi. Yəni bir qızın, bir oğlumuz kimi. Oğlumuz kimi. Çox sağ olun, təşəkkür edirəm, bildirəm. Sağ olun. Azad müəllim, indi biz kasıbıq, ona görə getmək istəmişsiniz bizə. Kasıbıq, ona görə. Qasım bəy, Bəli. bu sözü deməkdənsə siz yaxşı ola bilər Rusça danışasınız. Mənim xətrimə dəyirsiniz. Onu da gedəyin də. Bu nə deməkdir? Kasıb olanda nə olar ki, bəyən biz özümüz hardan gəlmişik ya? Bakıdan. Hər bir kasıb işləyib, özlərində çalışıb zəngin ola bilər. Və o insan ki, varlandıqdan sonra o keçmişini unudar, bax o keçmiş onu dizin süründürə gətirər o kasıb vaxtına. Başa düşdünüz? Mən belə görəm, xətrinizə dəyir. Gedək onda bir stəkan çay içək. Gedəyin. Sürücü gəlin, Buyurun. Gəlin, sən zəhmət. Amma mən çox xahiş edirəm, o sözü bir də deməyim. Promoy. Yox, kasıb. Buyurun Azad müəllim. Yox, birinci siz keçin. Yox, elə şey yoxdur. Siz buyurun Azad müəllim. Qaydaya görə birinci sağdan keçərlər. Bu inatdır da bu adamdır. Yaxşı, mən keçərəm. Buyurun. Buyurun. Keçin də, buyurun, keçin. Buyurun. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz Azad müəllim. Xoş gəlmişsiniz. Vay. Deyirəm, Azad müəllim, ola bilər biraz həyətimizi bir balaca bəyənməyə bilərsiniz, amma özümə söz demişəm ki, toyumdan əvvəl mütləq ki, bu həyət bacanı qəşəng remont edəcəm. Cavan oğlan, deyəsən siz heç vaxt danışığınızı bilməyəcəksiniz. Mən dedim axı, Azərbaycanca danışaq. Remont yox, birincisi remont. İkincisi remont yox, təmir. Valla, gərək baxsa uşağı kimi qoya qabağına dalınasın bizi. Azad müəllim, həyətimiz nətərdir? Bəyəndiniz? Bəh. Əslində bilirsinizmi? Elə həyət, bax, belə olmalıdır. Bəli. Qəşəng. İnanırsınız, elə təriflədiniz həyəti. İstəyərdim deyəm ki, oturaq həyətdə söhbət eləyək, amma soyuqdur. Soyuqlayarsınız, keçək içəridə oturaq. İnşallah yayda gələrsə həyətdə oturarıq. Olar. Buyurun. Birinci sağdan. Buyurun. Birinci sağdan, onda mən düşürəm də qabağa. Buyurun. Sonra mən düşürəm. Bəli. Vəssalam, gəlin, sağdan gəlin bir. Mən burada elə bir...
Gəlin. Bir dəqiqə. Çox həyəcanlıyam ata. Deyirəm bəlkə zad eləyək. Bəlkə deyirəm qoyunu birini aşırdım. Aşı gecə vaxtı quzu vaxtıdır, qoyun vaxtıdır. Ona qulaq as. Bəlkə deyirəm toyuğun başını üzüm. Mam tez onu təmizləsin, eləsin, mən də onu çəkim şişə. Nə Bana deyirəm? toydan gəldik də, yemişik də. Onda belə eləyim. Qasım tez kəramat-kildən bir dənə hinduşka alım, onu tez bazar mam təmizləsin, mən tez onu vurup şişə ağzını dadda içsin. Gəmər, bununla özün danış. Bax, özün danış bununla. Ay qoşu, sənin dədən toyuğa yox deyirsə, bir heyvanları nəyə sayırsan? Deməli hər şeyə yox deyəcək də. Yox, bu öğütlər olsa doğranmalıdır. Mən onu tapacağım. En azından heyvan olsa doğranmalıdır. Heyvan doğrayım bana. Hə? Heyvan doğrayım. Heyvan doğrayım ağzını Yox, mənə bax. Həzmə də kömək edir. Yox, orada konfetlər var ha, onları gətir bəs eləyir. Şirniyyatlar. Gətir. Hə? Şirniyyat. Hə. Deyirəm ana, bəlkə bir lis paklava deyəsən elə yol üstü. Sən onun nəyinə qulaq asırsan? Deyirəm şirniyyatları gətir, şirniyyatları gətir də. Boy, onda mən eləyim işte samovar qalayım, en azından həyətdən su çıxsın. Deyir, dədən də tüstüləyə getdi. Azad müəllim, birin də sizin. Yox, çox sağ olun. Minnətdaram, ağzınız şirin olsun. Amin. Eviniz, eliniz, obanız ruzili bərəkətli olsun. Amin, amin. Və deyim ki, istəyim budur ki, bax bu həyətdən bir vağzalı səsi gəlsin. Amin! 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 Ay bala, nə olur? Biraz yavaş da, babon qorxdu ki. Biraz yavaş dinən də. Azad mən biraz oturun gedərsiniz də. Yox, çox sağ olun. Ehtiyac yoxdur. Onsuz ki biz danışa bilmədik, söhbət eləyə bilmədik. Çünki vaxt artıq gecdir. Mən də sizin vaxtınızı almayayım. Deyəsən şoferiniz gəldi Azad müəllim. Gördün tərbiyə verdiyin uşağı, gördün? Abala, şofer yox, sürücü. Ay Azad müəllim, gecə saat 3-dür. Bu vaxtda heç vaxt oyaq olmur. Hələ bu ağzı söz tur danışır böyük şeydir. Üzürlü sayın. Siz də bizim adımızdan öz həyat yoldaşınıza, öz ömürgün yoldaşınıza salam dualarımızı çatdırarsınız. Qızınızın da yanaq nahiyəsindən el arasında maç kimi məlum olan hərəkəti tətbiq eləyərsiniz. Qudamızın dilini tutmusan ha. Şir ver. Çox xoşum gəldi, gözəl. Onda qoy mən də sözümü deyim, deməli biz burada danışa bilmədik və ona görə də sizdən xahişim odur ki, bir vaxt eləyəndə siz biz tərəflərə gəlin. Mənim lazımdır iş yerimə gəlin. Mən sizi orada gözləyəcəm. Sizdən vacib bir söhbətim olacaq. Azad müəllim, elə də deyirsiniz ki, boş vaxtınız olanda. Sənin indi bir dəqiqə geri saat 3-də işin var, nəsə vacib olan işin var. Yox da, düzdür? İşin yox da. Sən işin var ana. İşin nə? Hay? Nə deyir? Nə deyir? Nə deyir? Yox, mən də bir dəqiqə işim yoxdur. Mənim də orada göz qaş edir, özü bilər. Bu dəqiqə bizim bundan oyanaq boş vaxtımız olur. O incə var ya, hədisən, nəsə deyilmiş. Ayaqüstü yatır, deyir boşamayı. Ged yat. Məncə tələsməyə ehtiyac yoxdur, narahat olmayın. Elə gələrsiz, orada danışarıq. Sürücüm də gəldi. Təşəkkürlər. Sağ olun. Sağ olun, sağ olun. Gəlin yola Sağ salın. salamat, yaxşı yol. Sizə çiçəkli yollar arzu edirəm. Təşəkkürlər. Zəhmət deyilsə mənim gödəkçəmi də verərəm. Bu dəqiqə, mən bu dəqiqə özüm gətirəm. Sağ ol, deyik. Dədəm gəl. Bu da asıl yorub şey eləyib, bax. Belə, bir də deyirəm, boş vaxt tapan kimi o dəqiqə gəlirsiniz mənim yanıma. Mənim sizlə söhbətim var. Yaxşı. Sağ ol. Sağ salamat, Sağ yaxşı yol. salamat. Sağ salamat. Mənə baxayım. Boş vaxt nəyə deyir bu? Nə bilim Qasım, mən də səhər kimi. Çatdıram mən, çatdıram mən. Nə varsa? Yaxşı oldu, Azad müəllim. Ay bu. Qoşu. Ha. Adamın dalıcan suyu dol çayla qabla atarlar, vedrə ilə yox. Ana, o dolta dediyinlə balaca adamları yola sararlar. Bu vedrətsə, deməli o da böyük adamdır. Başa düşdün? Siyasət, siyasət. Keçib bala gəlib şilankı qeyib gətirib tutaydın belə dalıyca. Vay, ayıb olsun. Şiddətli surətdə ayıb olsun. Niyə? Birincisi şilank yox, rezinli su borusu.
Oxşadı qaynatasını, rezinli su torbası borusu, yox ki. Nəysə ya. Keçin içəri, keç. Görən çatdı. Çatdı, bu su ilə birbaşa çatdı, keç. Cana Keç. qalmış. Hətta keçi hələ bəlkə özü də istandı. Qasım. Ay Qasım. Qapı döyülür. Kimdir görəsən? Saat neçədir? Sən niyə saat soruşanda qolva baxırsan? Ki, vərdiş eləmişəm də, uşaqlıqdan qalıb yadımda bu. Nəyə vərdiş eləmsə, sən qol saatın olub? Yox, olmayıb. Və nəyin vərdişidir bu? Az o vaxt, uşaq vaxtı bu dişləyirdik belə. Sonra o qələmlə də oraya bir rəqəm yazırdıq. 1, 2, 3, 4. Belə baxırdım, o vaxtdan qalıb beynimdə o. Dur get gör kimdir. Dur get gör kimdir. Dedim görüm kimdir bu vaxt. Elə getməyini dəyiş. Bana səsimi çıxartdı. Deyirəm, mənəm, kəramətəm də. Sabah xeyir. Sabahın xeyir olsun. Səsimi nə çıxartmırsan? Hə, dedim yatmısınız, səhər tezdəndi. Səsimi çıxardıb sizi narahat eləməyim. O görə daşla döyürdün. Qasım, Nə olub? gör, oradan buradan gələn yoxdur. Nə olub şey? Yox, heç kim yoxdur. Buna bax. Mənə bax, İraq olsun. Qumarzada oynamamsan ki, bu nə puldur? Ağzında deyirsən, İraq olsun. İraq olsun, qumar nədir? Yox, başqa şeydir. Qaynana. Getdi. Onu istəməyənlər getsin. Və nə deyirsən? Qaynanam bunu mənə verdi ki, gedim bir dənə şəhərdən qəşəng bir dənə kombi alım. Hər gün bizə gələndə nə oldu? Qaynanamdır da. Bildim də, qaynanındır da, bildim də. Əl tutur da, sifət eləmə. Həmişə bizə gələndə ev soyuq olur. Hə. Üşüyür. Əl tutun mənə, sağ olsun. Hə. İndi istəyirəm mənə kömək eləyəsən. Gedək şəhərdən bir dəqiq qəşəng kombi al. Əşi yox, yox, məndə alınmaz. Sən də qərib adamsan. Arvad var, uşaq var, ev var, işi var. Bekar oluram, nərd. İndi belə dolanda sənin gedib kombi almağa. Ay başva dönüm sənin, qurban olaram. Elə bir ölmüşəm də məni yerdən götür. Mən şəhər tanımıram axı. Şəhəri bax, ovcunun içi kimi tanıyırsan. Gedərik, oradan kombi alarıq. Deyə də mebel dükanların gəzərik. Kravatımız da zaydı. Qaynanam uzananda narahat yatır. Hə də yekə olansa qaynanam, qaynanam. Yıxılmısan qaynana tərəfə sən də. Hə. Yıxılmaq deyəndə ki, vallahi heç o cür qadına mən qaynana da demək istəmirəm. Qaynatındır. O qaynanamdır. Amma o cür insana mən niyə qaynana deyim, hə? Niyə çerez qaynımın adı ilə ona ana deməliyəm? Mənə neyinib, o qadın deyib də, əl tutub, kömək edir. Qaynım mənə nəsə deyib, hə? Qaynım mənə əl tutub, məndən olsa birbaşa ana. Qaynanın. Amma öz aramızda qalsın. Qaynanın anundursa və anun nəyindir? Anam da olur mu? Anam. O ana. Yaxşı, bildim. Yaxşı, işlə gözdən də gedək. Ana məsələsi öz aramızda qalsın da. Bildim. Yaxşı da, yekə oğlansan, hə. Gözdən Gözləyirəm. Gəlir. Gözləyirəm. Yaxşı oldu, nə yaxşı oldu. Mən heç kəsi sevməmişəm, sənə deyən yanlış bir Qəmər, kəramət deyim, mən Bakıya getməliyəm. kəsi sevməmişəm. Nə olub səhər tezdən əl üzvü yumamış Bakıya qaçırsan? Nədir bəlkə gedib Bakıda yuyarsan əl üzvü? Şimdi kəramət də xahiş elədi ki, mənlə gedək. Burada nə var bəyəm? Nə oldu? Kim gəlir, nə xahiş edir, hamının xahişinə qaçırsan. Amma bizim ki, məsələ işimiz düşəndə elə bir pandemiya olur. Heç kim evdən çölə çıxmaq istəmir. Sən yuxudan tərsinə durmusan Qəmər. Niyə tərsinə dururam ki? Dedim, gedərdik Bakıya, öz uşağımızın işini həll eləyərik də, gedib bunun işini həll eləməkdənsə.
Azad müəllim deməmişdi, boş bekar vaxtınız olanda gələrsiniz. Gedək də. Ay sağ ol. Demişdik boş bekar olanda gələrsən. Boş vaxtımız var. Mən Bakıya getməliyəm. Sənin də hətta görəcək işlərin var. Sən boş vaxtın olmur ha. Sənin boş vaxtın olanda o boş vaxtını elə mənasız şeylərlə doldurursan ki, heç vaxt olmaz da sənin boş vaxtın. Şimdi mən yaşı biləm nə qayıram. Sən bu evin qadınısan, mən də bu evin kişisiyəm. O tutduğun yerdə. Oturduğum yerdə eləmi? Neynəy Qasım? Mən elə oturum ki, bir də durmayım. Görsən məni durğuza bilirsən ya yox. Əlim ağdan qarıya vurmayım, elə bax, oturacam oturduğum yerdə. Ha! Sən də yanda. Oturduğun yerdə. Oturduğun yerdə, Qasım. Neynək? Mən oturaram oturduğum yerdə. Mənə qoyduğu hörmətə bax. Buyur. Ha, siz niye dalaşırsınız? Ata. Hay. Buyur. Kimdən dalaşıram, hə? Ata var mı? Kime dalaşsan sen? Heç kimə. Öz-özümə deyinirəm. Görmürsən təkəm. Bu. Dedem var ki. Dədən getdi Bakıya. Azad senin yanına ha? Ben diyetimi de giderim. Ana. İyi ana. Bak Nə azad, nə azad? Qoşuldu kəramətə, getdilər Bakıya. Sənin dədən ömür billah hamının işinə yarayıb, bircə bizim işimizdən başqa. İndi kəramətin işinə yarayır. Hadi yaşlan anne sen de küsüzden lan. Öyle ne diyorsun ki? Dedenden ha. Ey bas biz ikimiz gider. Gide hazırlaş. Yer hazırlaş. Sən canın deyən görə dədəyin yaşatdıqca ağlı artmır ki, artmır. Düzəlmir də, bu adam düzəlmir. Heç yerdə gedən deyiləm. Sonra gəlsin desin ki, məndən icazəsiz hara getmişsiniz? Ma hörmətsizlik edirsiniz. Çünki haqlıyam da, niyə haqlı olduğum yerdə haqsız duruma düşüm ki? Öyle de diyeceksin ki, öyle bir tek görsen. Ben de görsen ana. Lazım deyil, hörmətsizlik sayacaqsan. Dədə bilmirsən. Sen benim işim aşırdıqdan ne olar qadan qalma yana. Bir dənə mənim işimi gün var aşırdıqdan ne olar ki? Nə tər dədəsini tanıya üstümə düşürük? Hı. Nə dirəşirsən gedək? Bilmirsən dədəvi, gəlib nə deyəcək? Məni saymırsınız, məni adam yerinə qoymursunuz, ma hörmət eləmirsiniz, lazımdır bizə. Oturmuşuq yerimizdə. Ay sonra, sənki ürək deyil də. Sənin ürəyin ürək deyil. O səni taftalasın, kəraməti tutsun. Amma sən qar-qıraqda o ailəsinə dəyər verən adam olsaydı, ailəsinin üstündən iş görüb, gedib kəraməti qoşub getməzdi. Ev yox, sənki ürək deyil, ev yox. Əsas kəramətdir. Əsas onun övladı da yox, elə övladı kəramətdir. Ev yox, sənki ürək deyil, ev yox. Qal, nə olar? Düz deyirsən. Qoşu. İnan ki düz deyirsən. Bax, indi elə bil ki, qəfil ayıldım ha. Xeyr ola, elə hörmət bizə mi qalıb? Və o bizə niyə hörmət eləmir? Dur, gedək. Mən getirəm. Gedək, hazırlaşaq, gedirik Bakıya. Yox, lazım getirəm. Ay, mənə nə qazlandırıb ortalığa salırsan, ne deyirsən, getmirəm. Mən dədəmin qızı olmaram, mən bugün o Bakıya getməsəm. O Bakının daşı düşsün mənim təpəmə, əgər mən bugün o Bakıya getməsəm. Düş qabaqma. Qadan qalıb, bax. Düş qabaqma. Sonra sani xahişlərini nəzərə alıb səndən Bakıya gedirəm. Başqası olsa mən də getməzdim. Ay, sən də mənə dədən olmayasan ha, gəl düş qabaqma. Say qaynayacaq ha. Qaynasın. Onu yandıra bildin mi ki qaynasın? Qadan qalıb sənin. Qana, getməzsən ha. Sən Bugünün xoşbəxtiyə sevinci başımdaşı. Gəl. Axır ki gəldi qardaşlarım evə. Salam əleykum. Salam. Necəsən oğul? Necəsiz? Sağ ol, sən necəsən? Sağ olsun, necəsiz? Heç nə, bunu gətirmişəm, çarpayı almaq istəyir. Düz ünvana gəlmişsiniz Qasım əmi. Bilirəm. Qardaşlarım evində hər cür çarpayı var. Bəli, bilirəm, görmüşəm də. Bəh. Qasım, deyirəm ki, qurban olduğum heç bir kişini qaynanası eləməsin. Qaynana bilirsən nədir? Nədir? Elə bil, qayğanağın üzərinə bir dənə cəfəri qoyarsan, gözəlləşdirərik. Qaynana bax, o cəfəridir. Qaynanın cəfəridir. O cəfəridir, gözəlləşdirən cəfəri. Ev alarsan, istipol olar, bütün evi qızdırar. Qaynana bax, o istipoldur. Doğrudan deyirsən? Qaynanın istipoldur.
qızışdıran da, ailəyə istilik verən. Bildim də, yaxşı da, qaynanan geridir. Yol boyu ancaq qaynanandan danışmısan. Bir nəsə seç, ala çat gedək də. Səbirli ol da, səbirli ol. Qoy mebelləri çəkim göndərim, qaynanan öz seçsində hansını alım, səbirli ol. Mənə bax, bəri gəl, Hə. bəri gəl. Bu qaynanan elə seçib alacaqdırsa, onu gətirərdin. Qaynanan baxardı, alardı, götürüb çıxıb gedərdi üstə. Gəl elə mənlə gəliydin. Dayı, sənə sözüm yoxdur. O cür qadına mən əziyyət verim, bura gətirin. İnanırsan ki... İnanıram. Dədəmin görü inanıram. Qutar bu qaynana temasından da, çıx da. Qasım, mənə də başa düşdü, qurban olaram. İstəmirəm, başdan soğuda olsun. İstəyirəm qaynanamın da, özümün də adıma layiq olsun. İdeal mebel seçim. Bu qaynana deyil, bu ata deyil, ana deyil. Qaynana. Atından, anondan fərqləndirirsən. Bir sən necə başa salım səni? Bax, anaya bir dənə pis mebel alarsan, ana heç bir vaxt onu bir qıraqda deməz, danışmaz. Düzdür? Hə? Yo, ana danışmaz, düzdür. Amma qaynanaya elə bir nason hər yerdə deyər. Ona görə çalışasan, qaynanaya aldığı, ata-anaya aldığından da yaxşısını alasan. Bax, o baş ucalığıdır. Qaynanaya aldığı, ata-anandan da yaxşısını alasan ki, məntiqlə düz deyirsən, amma cümlə kimi bu düzgün cümlə deyil axı. Nəysə, seç birini alaq. Üstü nədir? Deyir, atıva, ana... Burada baxaq da, biz mebellərə baxaq. Buyurun, keçin bax. Gel bax, yer çərpaylara bax. Buna bax. Bir dənə qaynanından danışmaq alaq, nə qarsan qayır? Gel havası sizi hürmetle salamlar. Qasım, bax o bitişə yer qalıb, hamısını eləmirsən, bu bir dam oranda bellə gedək. Yox, Əməl, bəs yorulmuşam, səhər eləyərəm. Salam bölək yorulmayasın. Yorulub, dədən yorulub ucubala. Dədəcən sənə nə almış? Nə? Nədir bu? Bizar. Birini seçin. Qırmızı Qırmızı mamın, mənim. qara sənin, Aha, ağda mənim. deyən. Bax, qardaşlar mebel. Əzəmət bizi göndərdi bura ki, dedi gedin mebelləri bəyənin. Oğlunuz qızımı alsa, hansı mebeli bəyənmişsiniz onu verəcəm sizə. Bəyənmədin mi? Nəyi bəyənmədin? Gül kimi mebelləridir. Yataq mebeli, mətbəx mebeli, qonaq otağı mebeli, yumuşaq mebeli. Da nə olmalıdır? Nə olmalıdır oğul? Yox, mebellər bəyəndi mi? Əzəmətin qızım bəyənmədi. Əsas mebellər qəşəngdir. Qızı sonra bəyənərsən. Bəyənmədim. Nənə bax, olmayan qoşqarı evləndirirsiniz. Bu da gəlinimizin cehizləridir. Yox, evləndirməmişik. Özüm getmişdim Quix'in mağazasına. Bax, evimizə lazım olan şeyləri aldım. Bu robot toz sorandı. Özü toz soranlayacaq. Amma bu əl toz soranıdır, mən toz soranlayacağam. Bunu sənin üçün almışam. Şirə çəkəndə hər səhər meyvələri çəkəcəm, içəcəksən. Bu qoşunundur. Quix'in bu kofe dəmləyənidir. Bu bilirsən nədir? Toster. Bu əti qoyursan arasına pişirir, çörəyə qoyursan qızdırır. O da özümündür. Bu fendir, saç qurutmağa. Bu ikisinin feni. Gəlin bəri, Qəmər, Qoşqar, sizi gətirmişəm Abşeron Ticarət Mərkəzində yerləşən kombi evinə. Deyirəm, mütləq bu su filtrindən almaq lazımdır ya. Çünki bizim kəndimizin suyu çox col. Çayniklərin dibi hamısı ət bağlayır. Da mən sürtməkdən onları bitər olmuşam. Gəlmişkən bu Abşeron Ticarət Mərkəzinə, bu kombi evinə, qəşəng bir dənə Türkazın su filtrindən alaq, qoşaq, qəşəng su içək də. Deyirəm, Qəmər, gəlmişkən, belə bir ki, bu kombidir də, Milan qaz. Hamı bunu tərifləyir. Bəlkə bundan bir dənə götürək. Pulumuz var bunu almağa. Kreditlə də verirlər də. Faiz gələcək üstünə. Faizsiz. Mən özə bunu telefonla idarə eləmək olur. Oturdum kətdə qəşəng, telefonla idarə edim, yandı. Buna bax, şirvəmiz həyətini təmir elətdirir. Həyətin divarlarını da permolit boyaları ilə rəngləyir. Özə hələ belə boyalar deyil, Türkiyə istehsalıdır. Hələ bunlara bax. Bunlar nədir ki? İtaliyanın məşhur brendi Antigua Signoria'dır. Dünya rənglərlə gözəldir, permolit boyaları ilə daha da gözəldir. 5 ildir fəaliyyət göstərən Oxu Tədris Mərkəzi erkən yaş, məktəbə qədər və ibtidai sinif qruplarında Azərbaycan və Rus bölmələri olmaqla fəaliyyət göstərir.
Mərkəzdə inkluziv təlim əsasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixoloq və psixopedaqoq xidməti mövcuddur. Uşaqlar həmçinin rəsm dərnəyi, ingilis, ərəb və rus dili dərslərində danışıq səviyyəsində təhsil alırlar. Mərkəzin ən önəmli fəaliyyətlərindən biri psixoloji dəstəkdir. Uşaqlar və yeniyetmələr üçün xüsusi psixoloji xidmətlər göstərilir. Həmçinin öyrənmək çətinliyi və davranış pozuntuları olan uşaqlara isə fərdi seanslar və dərslər təşkil olunur. 18 illik təcrübəyə malik peşəkar heyət ilə Oxu Tədris Mərkəzi hər uşağa öz potensialını kəşf etmək və gələcəyə inamla addım atmağa imkan verir. Gəl havası sizi hörmətlə salamlar. Ana, biz tutaq ki, elə bir girdik səhəri. Talih mən gördük, o xoş gəlmişsiniz. O əlimi attım, öpdük, görüşdük. Öpüşmək əski eləmə, ha. Mən ana, biz bunu nə deyəcəyik? Nəyi var, nətər var deyəcək də. O, yəni, başa düşən adamlar. Biz nəyi var deyək, o da biləcək ki, biz nə demək istəyirik. Nə varsa onu deyəcək, elə mi? Onu deyəcək ki, konkret atamla Kərəmət durdular, gəldilər Bakıya. Biz də qaldıq orada. Siz oradan dələsiz. Yox, olduğu kimi o dərəcə yox. Ayıbdır. Qasımdan gizlin gəlmişik, zat deyəcək, bunlar nətər ailədilər. Biz deyək ki, Qasımla xoşduyub. Tapşırmışıq onu Kərəmətə. Özümüz gəlmişik Azad müəllimlə görüşməyə. Niyə? Çünki qabaqdan verilmiş sözümüz vardı. Onda biz desək ki, hə, məcbur qalıb gəlmişik, siz də gəlin bizlə gedək Azad müəllimin yanına, o bizi başa düşər, bizlə gedər. Yoxsa Qasımı alladıb gəlmişik, ona da xoş gəlməz, heç yerə də getməz bizlə. Düzdürmü? Mənim cümləmlə sənin cümlən arasında fərq bir dənə ortada qalan Kərəmət oldu. Xeyr. Mən Kərəmət adını çəkdim, sən çəkmədin. Qoşu, gəl belə danışaq. Sən ümumiyyətlə heç də danışma. Mən eləmi? Danışıb işləri korrama. Kirmişcə dur, mən özüm biləm Talih müəllimə mən işi körürəm, elə mi ana? Bura qədər bir yerdə plan qurmuşum. Mən burada işləri körədim, elə mi? Mən səndən danışmıram, bəndə də gözləyirəm. Dədən sənə nə deyib? Böyük olan yerdə kiçik danışmaz, deyibmi? Deyib, eləmi? Deyib. Deyib, eləmi? Dədənlə ayrı danışacağım. Mən dədənlə ayrı danışacağım. Kirmişcə dur, mən nə desəm, sən denə ki, düz deyil. Deyib, nə olar? Gəl. Yaxşı. Nə var? Axır ki, qaytardıq torpaqlarımızı. Çox şükür. Salam Melih. Salam, ay Talih müəllim. Salam, xoş gördük. Həmişə siz gələsiz. Gəl, buradan gəl. Bax, buradan gələcəm Talih müəllim. Keçdən, ha, bu bax balaca yerdən də keçəm, onsuz da balacasan da, la. Nətərsiz, neyinirsiniz? Rəşdə xanım nətərdir? Çox təşəkkürlər. Siz necəsiz? Qasım kişi hardadır? Niyə gəlməyib? Heç də Bakıda. Bəs niyə gəlməyib? Yəni, Bakıda. Bakıda, onu demək istəmədi. Demək istəyir ki, ürəyi Bakıdadır. Özü kətdə deyə, özü gələnmədi. Üstünüzə sağlıq bir balaca naxoşduyub. Siz nə danışırsınız? Mənim dostum xəstədir və mən bilmirəm. Belə dostluq olar, belə insanlıq olar. Yatar, oyadarıq. Qasım elə belə kişi deyil. Onun bilirsiniz mənə nə qədər yaxşılığı keçir və yaxşı insanları yaxşı və xoş günlərində yad eləmək lazımdır. Qoy bir dəqiqə zəng vurun. Olmadı, dədəvə nə vaxt zəh çatıb şey. Alo. Ay dədəm, başqa vaxt telefonu söndürəyim o. Qasım kişi, sizinkilər buradadır. Deyir, bəs naxoşlamısan, xəstələm. Boy söndü ki onun telefonu. Ay da pis oldum bax, mən də pis oldum. Çox pis oldum. Heç olan şey deyil, ha. Heç olan şey deyil. Niyə sönsün onun telefonu? Narahat olmayın. Buyurun, eşidirəm sizi. Heç zad, elə niyə gəlmişik deyək də sözümüzün canı. Bu bizim qohum olacağımız Azad müəllim yoxdurmu? Var. O bizə demişdi ki, bir vaxt eləyəndə keçərsiz biz tərəfi ofisə bir söhbət eləyərik. Biz də elə dəqiqləşdirmişdik ki, bu günləri gedək. Elə oldu ki, üstümüzə sağlıq. Qasım naxoşdadır. Dedi ki, ləngitməyək, sonra getmərik Azad müəllimin xətrinə deyər. Ona görə dedi, ta mən getməyim, eybi yoxdur. Sən qoşunu götür, gedin danışın, görün nə deyir. Elə yolda da belə oldu ki, qoşun mənə qayıtdı dedi ki, ay mama, tək getməyək. Gedək Talih müəllimə də götürək. Həm bir yanımızda bir yaxşı danışan, bir səlis danışan, bilirsiniz də, rus dilində söz deyəndə dəli olur. Eşitmişəm. Doğru düzgün danışan bir adam olsun yanımızda, bir də görsün ki, bir yəs döyülükdə, bir yanımızda bir kişi xeylaxı gəlib, ona görə gəldik. Mənim gözüm üstə Qasım kişinin sözü yerə düşməz. Buyurun, gedək.
Talib müəllim, sizə də əziyyət verdik. İndi baxmayın da tədris mərkəzi açmısınız bu boyda. Sağlığınıza qismət. Uşağın biri gəlir, biri gedir. O xüsusən də o xüsusi qayğıya ehtiyacı olan uşaqlar var. Onları qarşılamaq lazımdır. Onlar kim qarşılayacaq bax? Qoşqar, çox düşüncəlisən, amma narahat olma. Burada Rəşidə xanım var. Müəssisənin həm rəhbəridir, həm psixoloqdur, həm müəllimidir. Özü təlimatlarını verəcək, uşaqları da qarşılayacaq, nə lazımdırsa edəcək. Biz gedək xeyir işimizin dalınca. Gedək Talib müəllim. Gəl, buyurun. Nə gözəl, nə gözəl. Deyirəm, Qasımdır da, özünə heç baxmır ki. Bu Qasım kişi deyəsən, dünən toyda çox tərliyib ondandır. Hə, inanırsınız, əslində elə özü də tərləyəndir. Amma mən ona görə nəzərə alıram. Hər dəfə toya gedəndə sumkama... Üzr istəyirəm, çantama, hə. Çantama həmişə 2 dənə mayka qoyuram. Mayka nədir ki? Alt köynək. Oo, görsən, alt köynəyiymiş. Bilmirdim. Hə, çantama 2 dənə alt köynəyi qoyuram. Amma imkan vermə də. Nə qədər dedim, Qasım gəl dəyişim, dedi yox. Ona görə də soyuqladı. Mən ümumiyyətlə belə bir təklif irəli sürmək istəyirəm ki, ana, gəl biz ümumiyyətlə bugün danışmayaq. Qoy Talib müəllim gətirmişdə, hörmətli Talib müəllim, o danışsın. Elə bilirəm ki, Azərbaycan dili dərsindəyəm. Talib müəllim, buyurun. Biz də gələk, yavaş-yavaş. Bizə dəvət elədi, gəl. Biz də gələkmi? Deyirəm, Azər müəllim, siz də iş adamısınız, sizin də vaxtınızı çox almayaq. Nə cür mətləbi əsas tutaraq bizi bura dəvət etmişsiniz? Əslində, sizin ana dilinizə olan bu diqqətiniz, bu sevginiz əslində məni çox sevindirdi. Hə, laf yaxşı. Çox xoşuma gəldi. Elə mən də qoy birbaşa mətləbə keçim. Bəli. Sizi bura dəvət etməkdən məqsədim odur ki, sizə deyim ki, Bəli. mən istəyirəm ki, bizim oğlumuz, Qoşqar balamız, yəni bu şəhərə gəlsin. Burada, yəni mənim bildiyim, tanıdığım hansısa şirkətdə ya müəssisədə işləməyə başlasın. Nə deyirsiniz, bacım? Nə gözəl, nə gözəl. Mən nə deyim ki, siz 2 kişi oturun, söhbət eləyin, dərdləşin, sonra bir ortaq məxrəcə gəlin. Məxrəci düzdür, demirəmi? Hə. Ondan sonra nə desəz, mən də deyəcəm ki, hə, okey. Okeyə bax. Azad bəy, düşünürəm ki, siz necə milyonçu olduğunuzu danışsaz, bu gənclər üçün böyük bir ibrətdir, hikmətdir. Onun zəif nöqtəsidir, onu deyəndə ağlayır. Mən adətən çox əziyyət çəkib deyəsən. Sevmirəm. Lazımdır. Oturduq yerdə bu kişi niyə kövrətdiniz ki? Bilirsiniz, hər kəs istəyir ki, milyonçu olsun. Amma milyonçu olmağın bir çox yolları var. Hansılardır? Onlardan ən doğru olanı öz zəhmətinlə əldə etdiyin milyonlardır və mən gənc idim, elə sənin kimi gənc idim. Və elə mən də bir oturuma 10 dənə, 100 dənə qoyunu bəli otarırdım və depressiyaya düşmüşdüm. Bu vaxt mənim atam mənə yaxınlaşdı və dedi ki, oğlum, niyə ağlayırsan? Niyə depressiyadasan? Allah canını sağ eləsin. Rəhmətə gedib. Allah rəhmət eləsin. Bəli. Və neyləsə yaxşıdır. Nədir? Durdu şapalağı qulağınızın dibinə. Yox, yox. Kaş elə o şapalağı mənim qulağıma vurardı. Nəinki mənim qarşıma. Bircəcik milyon pul atdı. Nə qədər? Bircə milyon. Bircə milyon. Bircə milyon. Bəli. Ondan sonra mənə şapalaq vursa daha yaxşı. Vay. Amma mən sınmadım. Bəli. Mən o 1 milyonla gördüyünüz bax bu işləri qurdum. Yaratdım bircəcik milyona. Görün nə qədər iş gör. Azad bəy, deyirəm insanlar başlarını itirmədən və yanlış düşüncələrə düşmədən elə siz Qoşqarı öz şirkətinizdə şofer olaraq qəbul edəsiniz. Azad müəllim, şofer dedi. Heyf, çox heyf. Bayaq sizi tərif elədim. Amma bu şofer sözünü gözləmirdim. Olmaz. Bəli, sürücü. Bəli. Sürücü. Onu mən də bilirəm elə. Sürücü götürərəm. Oğlum, sən get tez həyətə, sənə orada bir avtomobil versinlər. Bir orada göstər görək
Testlərə görə nə bacarırsan. Buyur. Nə danışırsın Azad müəllim? İşə başlayıram eləmi? Dəqiqə sevindiğimdən istəyirəm domala qaçım. Nə yaxşı. Get dana, get. Gedirəm ha. Çox sağ olun Azad müəllim, çox sağ olun. Sizi ayrı öpəcəm. Ayrı öpəcəm. Sağ olun Azad müəllim, çox sağ olun. Tarif müəllim, Sağ ol, sağ ol. Nə qaçsın, dombala qaçmadan ha. Bəli. Bəh. Qasım. Deyirəm, bir dənə qaynana açımda buradan bir dənə kombi götürüm çıxaq. Şimdi götürməyinə götür. Heç nə demirəm. Bax, bayaqları qardaşlar mebeldə kravat seçirdin, uzandın kravata, mürgülədin, sənə heç nə demədim. İndi burada kombi alırsan, girib içmədəysənsə, mən çıxım gedim ha. Narahat olma, bu dəfə işim konkretdir. Konkret eləyəcəm. Yaxınlaşarıq satıcıya, kombin göstəricilərini deyər, alıb çıxıb gedərik. Narahat ol. Al çıxaq gedək. Gəl. Gəl bəy. Şu sözü. O nədir? Ay, nə qəşəkdir ha bunlar. Turku az. Əla. Qasım. Ay Qasım. Ay, gəl bura dur. Mən demişəm, dayan orada, elə dayanır. Nə olub? Necədir? Əladır. Milano qaz. Qəşəkdir. Milan qaz. Qəşəng, xeyirli olsun. Sağ ol, var ol. İstəyirəm bunu alım. Amma fikirləşirəm ki, birdən qaynanam bəyənməz. Elə eləmə də, sən neynə? Qardaşım, məsləhət verin buna da. Sən belə 1000 avtobusda get kəndə. Qaynanı vur qoltuğa gətir bura. O vaxta kimi bunlar da kombini yandırsınlar, su qızsın, arada bir dənə qəşəng güngür varı yaxalansın, ondan sonra baxar. Alım ya almayayım. Şimdi götür çıxaq gedək də, interesli adamsan. Qardaş, bunu yavaş. Bunu pük zəhmət olmasa. Bunu bəyəndin? Xoşum, əla. Özlə deyir, İtalyan şirkətin brendidir. Əladır, sağlıqla qismət. Mənim qardaşım, bu bir nəfər üçün ağır olar. Bunu bölək, nə tərsə. Yarısını aparsın, yarısın mən. Hündüşka toyuqdur, bunun yarısını kəsirsən, sən apar, yarısın mən. Onda hamısını sən apar. Da yarısını kəsirdi. Hamısını aparacaq, ver bu qardaş aparacaq. Ona zəhmət olmaz. Göründü qaqa, nə qaracaq bunu? Mamam boya qurban olsun, inanırsan. Görürəm, sən belə görəndə qadan alaram. Nə qarsan, sən qabaqdan oturasın. Elə yaxşı oldu, bax. Elə yaxşı oldu ki, qaynatanın işində işlədin, elə onun gözünün qabağında dolarsan, özü də gözə soxarsan, görsünlər, nətərsən, qabiliyyətli uşaqsan. Qoş, amma bir şey deyim, sənin üçün ora 6 və 3 dənə mütəkkə döşəyəcəm, əlin rula çatsın deyə. Nə deyirsən, sən də bu? Ayaqsız sürəm, elə əladır. Yox, qadan alaram, yorular səni, ayaq sönə qədər qalasın ki. Mütəkkə qoyacam 3 dənə. Elə sürürsən, elə hərdən oturarsan, dincliyini alarsan. Nə oldu yenə? Deyirəm, heyf, atam bu günləri görmədi. Görmə, dədə nə deyib, mənim dədəm ölür. Mən dedim ölüb. Görmədi də, o burada dörü başqa yerdədir, o görmədi bunu. Elə deyirəm. Niyə ölür ki? Ölsün onu istəməyənlər. Sür görüm. Boya qurban olsun, Ay baba, nə qarsan sən? Dəydi. Dəydi, görmüsən mən cırıq-cırıq olmuşsan. Ay, sən canım deyil. Bəlkə deyirəm qaçaq. Hara qaçaq? Emmimiz yıxılıb, qalmışıq altında, nətər çıxaq qaçaq? Nə qara, yol göstər dana. Yaxşı ki, Qasım görmədi. Sürə bilmirsən, sürmədi, ama nə var gedib girsən xalqın başında? Ana deyirəm, bəlkə sən oturarsan, görürsən, vırıbsan. Düş aşağı görüm. Gəl görək başımıza nə edir. Çatma, gəl buraya. Gəl buraya, bu çatma, dana deyim sənə. Ay. Yavaş. Mamam boya qurban olsun, neyse. Torba susmadı, sən ani momentdə oldu, hər şey ani momentdə oldu. Yaxşı, burada yat, bura genişdir, ayağın əzilməz, öz kravatındadır, mən orada yatarım. Çox şeydir, yersiz olmaz, çox şeydir. Niyə yəssən ki, nə olub ki sən, Allah'a şükür? Dədə, sən qadan qalmışsan, laf başdan danış. Nə lazımdır? Evin böyüyünü saymayan arvatdan
Yalan danışan övladdan heç vaxt yaxşı ailə olmaz. Mən sizə axırıncı dəfə xəbərdarlıq eləyirəm. Ay dədə, sən həmişə özün mənə məsləhət gördün ki, bala, həmişə çalış həyatda risk elə. Kişi gərək risk eləsin həyatda. Bəlkə biri tutdu da, mən də bunu risk elədim, getdim. Valla kişilik ailəni riskə atmaq demək deyil. Sən başa düşmədin ki, sənin səhvin həm də mənim səhvimdir. Mən sənə axırıncı dəfə xəbərdarlıq eləyirəm. Valla valideyn həmişə övladını yaxşı hərəkəti ilə fəxr eləyər. Da belə yalan danışmağı ilə yox. İndi bu dəqiqə başını salmışsan aşağı, fikirləşirsən ki, atamdır da, mənə danlayır. Atam da mənə söz deyir. Amma sən neçə ildən sonra mən olmayanda bunlar sənin yadına düşəcək. Mən də istəyirəm də, mənim də atam olaydı, məni danlayaydı. Hani? İndi qalıb qara torpağın altında. Nə danlağını eşidirəm, nə də tərifini eşidirəm. Sənə də Qəmər, nə deyim Eday məni? Mənlə yaşıd səni? Hardan səndən yaşlı oldum? Düz 3 yaş səndən balacayam. Qocaldı verəmə məni. Nə? Dana gördün. Can. Ne isteyirler tapırlar heyette. Bir aile var ama biraz sade gönül. Çetine düşünler her harekette. Her hafta olurlar olar şehirde. Yerler yoktu ne köyde ne yerde. Garibe belalar çekse de başları. Hemşe gülüş var bu üç neferde. Kent havası, keçeler yolları koştu. Kent havası, temiz insanlara koştu. Kent havası, güler sade adamlar. Balam kent havası, bizim azade adamlar. Kent havası, görme güzel. Yayımın xüsusi sponsorları Qardaşlar Mebel, QX Məişət Texnikası, sponsorlar Melanqaz İstilik Sistemləri, Permalit Boyaları, Oxu Tədris Mərkəzi.